Əvvəla onu deyim ki, bizim dildə belədir də bu. Bu tərcümə ilə to begin with-in hərfi tərcüməsinin əlaqə yoxdur. To begin with, burdan başlayıram hərfi tərcüməsi. Amma biz onu öz dilimizdə deyirik. Bəqəş, əvvəla onu deyim ki, sən pis öyrənirsən. İkincisi, tənbəl adamsın. Üçüncü, sayırsan da fikir bildirərkən sadallama fikirlər deyirsən. Məsələn, tamam, deyirsən ki, bu otaq haqqında nə fikirləşsən? Əvvəla onu deyim ki, rəngi çox tutdu. İkincisi, basırıqdır. O qədər şey var ki, burada. Üçüncüsü, içədə siqet çəkirsən, həmişə tüstü olur içədə. Dördüncüsü də sayırsan və nəhayət onu deyim ki, bura süper otaqdır. Yəni, söhbət nədir? Sequencing, sekvensiya sözüdür. Sekvensiya bir-birinə zəncirvari birləşmiş ardıcıllıq deməkdir. İndi, to begin with, at first, secondly, thirdly, at last, finally, in addition, in the end, eventually, we can also say, ən gözəlidir. Niyə? Elə bir 5-6 dənə fikir sadalayandan sonra deyir ki, həmçinin deyə bilərik ki, və qısaca, axırda da nə demişəm? To put it briefly, qısacası, yəni bayaqdan sadalıqların üstündən xət çəkir, deyək qısacası, to put it briefly, birinci bunu öyrənik, dala getdik. Oxu görək, Nazım. To begin with, oxu boş mənim. Boşdur, tutsan ayaqdan oxu. Begin with, at first, secondly, Thirdly, at last, finally. Düzdür, sən onu heç vaxt at last deyə tələffüz olunan eşitməyəsən. Eşidəsən, John'un ağzından belə eşidəsən. Düzdür, Hindistanlı danışmasa, John danışsa olacaq at last. Amma Hindistanlı deyə bilər at last. Nə? Aksan həmişə seçiləcəkdir. Hərdən bizə lazım ki, John necədir? Biz ingilisinin özünü öyrənirik. Biz Hindistanlıları anlamaq üçün ingilis öyrənmirik ki. Tamam. At last. Sonra finally. Sonra In addition. Davamlı, in addition, eventually. Nə tərili? Eventually. Oxunuşlarını da qeyd ediyoruz. Düz bunun səs bazası var paketi. Amma sonra We can also say we can.